Salam, hər vaxtınız xeyir səhifəmin dəyərli izləyiciləri. Bugün mətbəximdə sizinlə kələm dolması reseptini bölüşəcəm. Əvvəlcə 2 baş soğanı xırda-xırda doğrayırıq. Sonra yuyub hazırladığımız kişniş, şüyüt, nanəni xırda-xırda doğrayırıq. Doğradığımız soğanın üzərinə qiyməni əlavə edib, sarı kök, duz, istiot və əridilmiş kərə yağı, tomatı və doğradığımız göyərtiləri əlavə edib, qiyməmizi yaxşı-yaxşı qarışdırırıq. Qarışdırdıktan sonra yuyub hazırladığımız düyünü əlavə edib, yenə yaxşı-yaxşı qarışdırırıq ki, bütün ərzaqlar yaxşı qarışsın qiyməmizə. Sonra kənarda pörtlədib hazırladığımız kələmə qiyməni əlavə edib bükməyə başlayırıq. Mən bu üsulla edirəm. Siz necə edirsiniz? Şərhlərdə yaza bilərsiniz. Büküb qurtardıqdan sonra üzərinə qab qoyuruq, sonra suyu əlavə edib qoyuruq bişməyə. 40 dəqiqə qaynadıqdan sonra götürürük. Servis edirik və nuş olsun.